2021-ci ildən fəaliyyətə başlayan Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi bu vaxtadək 900 nəfərdən çox vətəndaşa xidmət göstərib. Təlimlərlə yanaşı sosial-pedaqoji inkişaf və psixoloji dəstək xidmətləri də fəaliyyət göstərir. Bu tədbirlər şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, az təminatlı ailələrin üzvləri və əlilliyi olan şəxslərə şamil edilir. Hazırda mərkəz onun İsmayılı Dostevi filialı və Qarabağ Dostevi şöbəsində 5 həssas kateqoriyadan 281 nəfər 14 yaradıcılıq istiqaməti üzrə bacarıqlarını inkişaf etdirir. Ən böyük nailiyyətimiz indi bu pilot layihəsi kimi əslində indi nəzərdə tutulub. Bizim portal satışımız artıq hazırlanıb və gələn il artıq bayramlardan sonra, yeni il bayramlardan sonra biz bu istifadə verəcəyik bu satış portalı. Onun əsas məqsədi odur ki, həssas kateqoriyadan olan insanların burada mərkəzdə təlim keçən benefisiarlarımızın onların əl işlərini biz həmən satış portalı üzrə onların satışını həyata keçirdəcəyik. Cari il ərzində həssas kateqoriyalardan olan 261 yeni benefisiar mərkəz və filiallara qəbul olunub. İnklüziv cəmiyyətin inkişafına, həssas qruplardan olan şəxslərin sosial adaptasiyasına töhfə məqsədi ilə 150-dən artıq tədbir təşkil olunub. İstiqamətdə biz təlim keçirik. Həm bizdə artdı, həvəskardır, peşəkardır. Peşəkarlarla işləmək yəni o dərəcədə də belə deyim, rahat deyil. Çünki onlara incəlikləri, dərinliklərini daha çox belə deyək, öyrətməli oluruq. Art terapiyanı özünüz də yəqin dərk elədiyiniz kimi art terapiya onlarla həm maraqlı keçir bizim təlimlərimiz, həm də ki, məsuliyyətli keçir. Həvəskarları da ki, çalışırıq ki, yəni belə artdan çıxardıq həvəskara, həvəskardan peşəkara yönləndirək. Masallı rayonundan gəlmişəm. Bu sənətə 2018-dən başlamışam. Sırf bura gəldiyim 2023-dən olubdur. Hal-hazırda bədii oymadayam. Bu fəaliyyətimlə məşğulam. Məzun benefisiarlar Respublikanın ali təhsil ocaqlarında, o cümlədən Qarabağ Universitetində təhsillərini davam etdirirlər. Mərkəzin 2 üzvü prezident mükafatına layiq görülüb. 10 nəfərdən çox benefisiar mərkəz və filiallarda təlimçi kimi fəaliyyətə cəlb olunub.